Aha, buyur. İkinci sual. Və ikinci sualda deyir, 5-ci qrupun əsas yarımın qrupunda yerləşən elementin baş oksidinin molyar kütləsi 142 qramdır. Bu elementin nisbi atom kütləsini hesablayın deyir. Bu element olacaq X2O5. Hesablayanda da 2x topla 5 vur 16-nı 142-yə bərabər eləyirik. Bəli. Necə Orada da eləyəcək? 2x plus. Neçə? 5 vur 16 80 bərabər eləyəcək. 142. 142-yə. Yaxşıdır. Keçdik dördüncü suala. Bu düz. Dördüncü sual. Dördüncü sualda deyir, 2 valentli metal oksidinin 4 qramında 6,2 vur 13-22 oksigen atomu var. Bu metalın nisbi atom kütləsini hesablayın. Orada 4 qramı 6,2 vur 13-22-yə bərabərləşdiririk. X topla 16-nı da 6,2 vur 13-23-ə. Neçə? 6,2, onsuz da 23-ə. Nəyə görə belə elədin? Nəyə görə bunu heç bir indeksə filan vurmadın, Uğur? Çünki indeks yoxdur, XO elementidir, indeks yoxdur. X oldu deyə. Burada da Hə, oksigen atomu deyir. Burada bir dənədir də. Niyə indeksə vurmalıyıq? hə. Bəli, deyirsən. 15-ci sual Uğur. Bir saniyə. Səhvən çevirəm. 15-ci sualda deyir, 3 valentli metalın nitrat duzunun molyar kütləsi 242 qram bölü mola bərabərdir. Metalın nisbi atom kütləsini hesablayın deyir. Hı. Burada elə bir x topla 14 topla Birinci onun 48 olur. formulunu de. Birinci onun E, formulunu de. Necə olacaq? x, x NO3 3 dəfə elə bir. Ay sağ ol. Sonra Burada hesablayırıq. X topla 14 topla 48 vurulsun 5 kimi. Onu da bərabər edirik. 5 niyə? 3. 242. 3 3. Hə. 3. 5 E, kimi görsün. hə. Orada 242-yə bərabər edirik. Oradan da x alınır 56. Bəli, düz deyirsən. 19-u denən görüm. 19-da mənə deyir 0,8 mol X2O və 0,2 mol X2S birləşmələrin kütlələrinin cəmi 21,2 qramdır. X elementin nisbi atom kütləsini hesablayın deyir. Burada elə birinci 0,8-i vururuq 2x toplu 16-ya, üstünə gəlirik 0,2 vurulsun 2x toplu 32-yə. Onu da bərabər edirik 21,2-yə. 0,2 vur 2x 2x plus toplu 32. 2-yə bərabər eləyirik neçəyə? 21,2. Bəli, düz oldu. 25-ci sual Uğur. 25-ci sual bilmirəm. Deyir, X2O və maqnezium Y2-nin molyar kütlələri bərabərdirsə, X və Y-in nisbi atom kütlələri arasında hansı bərabərlik doğrudur deyir. Hı? Burada X və Y-in nisbi atom kütlələri arasında hansı bərabərlik doğrudur? Burada X-in molyar kütləsi 2x topla 16-dır. Y-in molyar elə bir maqnezium Y2-nin kütləsi isə 2y topla 24-dür. Hı. Onları bərabərləşdiririk mənə bir-birlərinə. 24. Hı, bərabərləşdirir bir-birinə. Bəli, sonra nə edirik Uğur? 16-nı yəni 16-nı keçirik bu tərəfə, Y-i də keçirik bu tərəfə. Bəli, düzdür. Buradan x-i tapırıq. Düzdür. Sən bizdən 10 manat mükafat qazandın. Uğur'a alqışlar. Uğur, karton nömrəsini atarsan, mən sənin 10 manatı göndərəcəm kartoya. Yaxşımı? Bugün bizdən 10 manat pul qazandı Uğur.